Axı bu açar 80 min manatlıq belə premium bir avtomobilə yaraşmır. Bu nə açardır? Location ikonasına oxşayır. Bugünkü qonağım Voya Free tam elektrikli versiyasıdır. 483 at gücü 0-dan 100-ə cəmi 4,4 saniyə. Həqiqətən də avtomobil qaz pedalına ayağı göstərməklə asfaltı qaşıyır elə bil. Yanına yaxınlaşanda avtomobil sizi işıqlarla salamlayır, hətta Voya'nın loqosuna kimi işığı yanır. Nəhayət ki, bir Çin maşında adaptiv LED fənər gördüm. Diskləri mütləq göstərmək lazımdır, çünki disklər möhtəşəmdir. 20'li ölçülü Pirelli təkərlərlə disklər çox qəşəng görünür. Avtomobilin uzunluğu 4,9 metrdir. 106 kW bir batareya ilə təchiz olunubdur. Maşının yolda özünə aparmağı, tez sürətləməyi və həmin sürətə hakim olmağı çox önəmli bir xüsusiyyətdir. Yəni yaxınlaşan kimi ağıllı bala özü açılır. Bu da maşının kokpiti. Ön sərnişin üçün əlavə bir monitor, multimedia monitoru və nəzarət paneli, hətta belə bir funksiya var burada. Maraqlıdır, bu Çinlilər dəlidirlər də. Belə dizaynlı premium avtomobilə bu nədir? Avtomobilə heç yaraşdırmadım. Bu joystickdir, bu düymələr məncə fərqli yerdə ola bilərdi. Avtomobilin maraqlı bir sükanı var. Buradakı düymələr və burada kör zona sensorunun ikonası mənə hansı bir avtomobili xatırladır açığı. Və lüku isə belə bir düşüşədamdır. Həm tüdləşib, həm də şəffaflana bilir. Arxa tərəfdə isə sadəcə belə bir oturacaqlardır. Type-C ilə USB var və salam. Məncə arxa tərəf sərnişinləri biraz yaddan çıxardıblar elə bil.